Bu gün Qubanın ən məşhur və ən çox ziyarət olunan məkanlarından biri olan Gətirişdəyik. Qubaya gələn insanların böyük əksəriyyəti mütləq bu tərəflərə baş çəkir. Təbii ki, bunun da səbəbi var. Sərin havası, yaşıllığı, dağ mənzərələri və müxtəlif istirahət mərkəzləri Gətirişi turistlərin ən çox seçdiyi məkanlardan birinə çevirib. Bu gün isə Gətirişdə yerləşən Aynur Forest istirahət mərkəzinə gəlmişik. Son vaxtlar bu məkan haqqında kifayət qədər müsbət fikirlər eşitmişəm. Ona görə düşündüm ki, gəlib özümüz baxaq və gördüklərimizi sizinlə də bölüşək. Video boyunca ərazini birlikdə gəzəcəyik, burada hansı şəraitin yaradıldığına baxacağıq, qiymətlərlə tanış olacağıq, yeməklərdən danışacağıq və ümumiyyətlə bu məkanın ailə ilə, dostlarla və ya həftə sonu istirahəti üçün nə dərəcədə uyğun olduğunu birlikdə qiymətləndirəcəyik. Əgər siz də yaxın vaxtlarda Qubaya gəlməyi düşünürsünüzsə, bu video sizin üçün maraqlı ola bilər. Xanımlar və bəylər, Azərbaycanın ən gözəl güşələrindən biri olan Quba vloqumuza xoş gəlmisiniz. Əslində Quba vloqu bir videodan ibarət olacaqdı. Biz istirahət üçün Quba Mountain Breeze-i seçmişdik və oranı çəkib sizlərlə paylaşmaq istəyirdik. Lakin Bakıya qayıdarkən Quba Qəçreşdən keçdik və orada Aynur restoranını gördük. Restoran bizi olduqca cəlb elədi və burada türklər demiş kahvaltı etmək qərarına gəldik. Seçimimiz olduqca doğru bir qərar idi. Sizlərə bu mənzərəni göstərəcəm. Bu mənzərə eşliyində bu tür kahvaltı olduqca mükəmməl idi. Sizlərə şiddətli şəkildə tövsiyə eləyirəm. 2 nəfərlik kahvaltı 40 manat tutdu. Servis haqqı ilə bir yerdə 44. Çox dadlı idi. Qaymağı, balı, yumurtası, yeməklər bir sözlə möhtəşəm idi. Buradan da onlara təşəkkürümü bildirirəm. Hələ bu mənzərə eşliyində kahvaltı etmək isə olduqca bambaşqa hisslər idi. Əgər yolunuz Qəçreşdən düşərsə, mütləq şəkildə Aynur restoranına üz tutun. Qiymətlər də olduqca münasib idi. Biz bu videoda tam detallı məlumat verməyəcəyik, çünki bu video qısa bir video olacaq, 6-7 dəqiqəlik bir video olacaq. Amma əsas videomuzda Mountain Breeze-də sizlərə daha ətraflı bura necə gəldik, nə qədər taksiyə pul verdik, bütün bunlar haqqında detallı məlumat verəcəyik. Kahvaltımızı etdikdən sonra isə Aynur restoranının özündə gəzməyə başladıq. Yəni ərazi olduqca böyük idi və bu mənzərənin dadını çıxarmağa çalışdıq. Sizlərdən xahişimiz bizə dəstək olmaq üçün kanala abunə olub videolarımızı bəyənib yorum atmağınızdır və zil butonunu açın ki, videolarımız anında sizə bildiriş olaraq gəlsin. Bundan sonraki videomuz isə bildiyiniz kimi Quba Mountain Breeze-dir. O videoda biz tam detallı sizlərə məlumat verəcəyik. Burada isə biz restoranın daxilində gəzməyə başlayırıq. Onu da bildirim ki, restoranın daxilində afreyimlər var və görüntüləri olduqca gözəldir. Ara məsafələri yaxşıdır və ara yollar belə bir möhtəşəm mənzərəyə açılır. Burada siz oturub çayınızı, kofenizi huzurla içə bilərsiniz dostlar. Həqiqətən vətənimizin hər bir qarışı olduqca gözəldir. Bu bizim üçün böyük bir sərvətdir. Bu vətənimizin dəyərini, qədrini bilməliyik. Belə bir mesaj verdikdən sonra isə biraz sizi təbiətin səsi ilə baş-başa buraxıram. Dostlar, bu çay Qudyal çayıdır. Bu çayla bağlı ətraflı məlumatı Mountain Breeze vloqumuzda verəcəyik və göstərəcəyik. Bu mənzərəyə qarşı kofemizi də içdikdən sonra ərazini gəzməyə başladıq. Ərazidə gəzərkən dekabr-yanvar ayından qalan yolka fiquru ilə qarşılaşırıq. Bundan əlavə vurğulayım ki, buraya gələn qonaqların maşınları üçün xüsusi dayanacaq ayrılıb restoranın daxilində. Bildiyiniz kimi restoran Aynur Forest adlanır. Buradakı afreyimlər möhtəşəm görüntü verir. Çox qəşəng düzəldiblər açığı. Çox bəyəndik. Bundan əlavə siz Aynur Forest restoranından çıxarkən üzbəyüzündə buranın otelini də görəcəksiniz. Orada qalmamışıq, amma ümid edirəm və inanıram ki, çox qəşəngdir. Restoranı belədirsə, otelin də qəşəng olacağını düşünürəm, amma dediyim kimi orada biz qalmadıq. Bizim qaldığımız yer Mountain Breeze idi və oranın da videosu gələcək bundan sonra. Dostlar belə, restorandan ayrıldıqdan sonra Qəçreşin o restoranlar yolunda biraz piyada gəzdik. Ətrafda nə var, nə yox baxmağa çalışdıq. Təmiz havanın dadını çıxardıq belə deyək, təmiz oksigen qəbul etdik. Ondan sonra taksi çağıraraq Qubaya avtovağzala getdik və avtovağzalda biraz gəzdikdən sonra biz mərkəzə doğru
Asan xidmətin yanına doğru düşdük. Piyada getdik. Hardasa bir 5 dəqiqə, 10 dəqiqəlik məsafə idi. Yol da qəşəng idi, sadəcə biraz gün idi. Onu da vurğulayım ki, bizim bəxtimizdən Qəçrəş tərəfdə hava çox tutqun idi və amma nə soyuq, nə isti idi, çox sərin idi, əla idi. Amma Qubanın özündə, mərkəzdə hansı ki 15-20 dəqiqəlik məsafədir, burada hava olduqca isti idi. Asan xidmətin yanını gəzməyə başladıq. Burada kinoklub gördük. Belə bir park var idi. Park olduqca qəşəng idi. Hətta güllər də var. Videoda o hissəni də görəcəksiniz. Ətrafı biraz gəzdikdən sonra avtovağzala doğru qayıtmağa çalışdıq. Və bu zaman oranın avtobuslarından olan bir nömrə, ən çox onu gördük. Hətta tək onu gördük. Onunla qayıtdıq. 2 dəqiqə avtovağzala daxil olduq. Dostlar, onu da vurğulayım ki, Qubada maşınsız hərəkət etmək olduqca asandır, olduqca rahatdır. Biz də bunu gedincə öyrəndik. Biz Bakı Beynəlxalq Avtovağzalından avtobusla Qubaya getdik və oradan taksi ilə hərəkət etdik və hətta bununla bağlı detallı məlumatı Mountain Breeze vloqumuzda göstərəcəm. Hətta bileti necə aldığımızı, avtovağzaldan necə onlayn aldığımızı, hansı taksi şirkətindən istifadə etdiyimizi hamısını detallı göstərəcəm. Dostlar, vloqun sonuna gəldik. Sizlərdən xahişim videonu bəyənib kanala abunə olmağınızdır. Zil butonunu açın ki, bütün videolarımız sizə anında gəlsin. Bundan sonrakı Mountain Breeze vloqumuzu mütləq izləyin. Orada daha detallı hər bir şey, məlumat veriləcək sizə. Videonu sonuna qədər izlədiyiniz üçün sizə təşəkkür eləyirəm. Gələn videolarda görüşənədək özünüzə yaxşı baxın. Allah'a əmanət olun.